Salamlar, hər vaxtınız xeyir olsun. Mən Əmlət Diqalayeva və Edaspektdə xoş gördük hər birinizi. Biz yenidən təhsillə bağlı danışırıq və bugünkü qonağımız Mir Şahin bəy olacaq. Mir Şahin bəy, xoş gəlmisiniz. Xoş gördük. Necəsiniz? Əla, sağ olun. Siz necəsiz? Yaxşıyam və biraz da heyecanlıyam. Yaxşı, mən də heyecanlıyam. Çünki bugün biz sizlə çox maraqlı bir mövzuda danışacağıq. Mənə elə gəlir ki, o mövzu bəzi mənim məktəb vaxtı yaşadığım bəzi suallara cavab verəcək, problemlərə və həmçində bu şagirdlər üçün, tələbələr, müəllim və valideynlər üçün çox önəmli olacaq. Biz yaddaşla bağlı, əsas yaddaş ağırlıqlı danışacağıq sizlə. Əvvəl istəyərdim ki, bizi izləyənlər üçün özünüzü biraz təqdim edəsiniz. Mənim adım Mir Şahindir. Mən ixtisasca klinik psixoloqam. Klinik psixologiya üzrə fəlsəfə doktoru namizədiyəm. Eyni zamanda təlimçiyəm, müxtəlif mövzularda təlimlər keçirəm. Dünya Yaddaş Olimpiadaları Federasiyasının Azərbaycan nümayəndəsiyəm. Uzun müddət olimpiadalarda iştirak etmişəm. O cümlədən Zəhra klinikasının direktor müaviniyəm. Fikirləşirəm, toplam bir araya gətirməyə çalışıram. Həm yaddaş var, həm idarəçiliyi var, həm psixologiya var, həm təlimçiliyi var, xeyli bir şey var. Bəli. İstərsəniz təhsil təcrübəniz də var. Ona görə ki, bu təhsil sisteminin içindəsiz uzun müddət bir şagird olaraq, sonra tələbə olaraq, indi də bir təlimçi olaraq. Bəli. Mən sizdən ilk olaraq bu sualla başlamaq istəyərəm. Yaddaşımız nə yerdədir, Mir Şahin bəy? Hal-hazırda. Mən 2014-dən bəri Yaddaş Olimpiadalarında iştirak etmişəm və əvvəllər mən də elə bilirdim ki, belə yaddaş çempionlarını görürdüm. Onlar fantastik şeylər edirdilər. Çoxlu rəqəm yadda saxlayırdılar. Nə bilim, fiqur yadda saxlayırdılar. Ümumiyyətlə istənilən informasiyanı, yüzlərlə, minlərlə informasiyanı tez bir neçə dəqiqə ərzində yadda saxlayıb və düzgün ardıcıllıqla deyə bilirdilər. Mən də bilirdim ki, bu möcüzədir. Burada nəsə bir fokus var, sehr var. Sonra gördüm ki, yox, sadəcə olaraq eləməyin qaydasını bilmək lazımdır. İndi də təlimə gələn adamların çoxu elə bilir ki, yaddaşları zəifdir. Cəmiyyətdə çox adam elə bilir yaddaş zəifdir. Halbuki mən bunu əminliklə deyə bilərəm ki, əksər hallarda yaddaş zəif deyil. Sadəcə olaraq insan yaddaşını istifadə eləməyin qaydasını bilmir. Yəni beyni düzgün işlətməyin qaydasını bilmirik. Biz bir cihazı işlətməyə bacarmayanda deyirik ki, cihaz xarabdır və yaxud da ki, işləmir, yaxşı işləmir. Halbuki bir çox hallarda biz onu işlətməyin qaydasını bilmirik. Yaddaşımız da elə o yerdədir. Çox adam düzgün öyrənmə strategiyalarını bilmədiyi üçün ona görə də öyrənməkdə çətinlik çəkir. Bu səbəbdən də adını qoyur ki, ümumiləşdirir də o problemi. Adını qoyur ki, mənim yaddaşım zəifdir, mənim qavramam zəifdir. Amma 99% hallarda belə bir şey yoxdur. Mən bir dənə nüansı xatırlatmaq istəyirəm. Həm psixoloq olmağınız çox işimizə yarayacaq burada bəzi hallar üçün. Yadıma gəlir ki, mən dərsi qavrayıb yadda saxlamağım həddindən artıq çox vaxtım alırdı. Bəzən də olur ki, bəs öyrənirdim, hər şeyi çox yaxşı bilirəm. Amma belə bir anlıq uçurdu elə bir hər şey beynimdən. Bu nə ilə əlaqəli ola bilər belə bir hallar? Ümumiyyətlə, yaddaş beyində neyronlar arasında əlaqələrin qurulması nəticəsində yaranır. Və yaddaş elə bir anlayışdır ki, orada iki nüans var. Bir, informasiyanı yadda saxlamaq, bir də informasiyanı yada salmaq. Çox adam elə bilir ki, yaddaş, yəni öyrəndiyimi yadda saxladım, bu oldu yaddaş. Yox, yaddaşda iki fərqli aspekt var dediyimiz kimi. Yadda saxlamaq və xatırlamaq. Elə vaxt olur ki, insanlar ya ümumiyyətlə yadda saxlamırlar. Elə insanda var ki, yadda saxlayır, amma tapa bilmir. Yəni tapıb çıxarda bilmir o informasiyanı. Məsələn, deyək ki, siz bir şirkətin ya da bir restoranın deposuna nəzarət edirsiniz, deponun müdürüsüz. Bütün gələn mallar, məhsullar sizin nəzarətinizdən keçir və həmin depoda saxlanılır. Bir gün sizə deyirlər ki, məsələn, mətbəxə 10 kilo un lazımdır. 10 kilo un da həmin depoya yüklənib. Amma siz o 10 kilo unu depodan tapıb çıxarda bilmirsiniz. Tapa bilmirsiniz hardadır. Həm isə biz pasiv yaddaş deyirik adətən. Mən pasiv yaddaş deyə bilərəm, bir aktiv, pasiv. İstifadə eləmədiyimizə görə qalır orada, hə? İstifadə eləməkdən savayı insan onu hara qoyduğunu tapa bilmir. Yəni bu faktiki olaraq bu un həmin o deponun içindədir. Bir var ki, ümumiyyətlə depoda un olmasın. Bir də var ki, un depoda var. Sadəcə olaraq hara qoyulub bilinmir deyə oradan tapmaq çətin olur. Maraqlı bir şey deyirsiniz burada. Yəni
sizin indi sözünüzə gətirirəm ki, deyirsiniz yada salmaqda mən çətinlik çəkirdim. Ola bilər ki, siz o informasiyanı ümumiyyətlə yadda saxlamamısınız, ola bilər ki, yadda saxlamısınız, amma tapa bilmirsiniz. Ona görə biz ikisini də öyrədirik insana. Həm yadda Yadda saxlamağı. saxladığımdan necə əmin ola bilirəm? Əgər lazım olanda informasiyanı belə deyək də bir ipucu veriləndə, hə, bu mənə tanış gəlir deyirsinizsə, deməli bu informasiya ilə bağlı bir xatirəniz var. Hardasa saxlanılıb, yadda hardasa. saxlanılıb, bəli. Bir də var ki, ümumiyyətlə heç uzaqdan yaxından bir əlaqəsi yoxdur, yadınıza heç nə düşmür. O zaman belə çıxır ki, informasiya ümumiyyətlə yadda saxlanmayıb. Və yaxud da ki, bir insan görürsüz uzun müddətdən sonra, üzünə baxıb deyirsiniz ki, mən bu adamı hardasa görmüşəm, amma adını yadıma sala bilmirəm. Nə vaxtsa o adamdan hardasa qarşılaşmısınız, adını da deyib, amma adı yadınıza düşmür. Amma qarşılaşmısınız. Başa qayıtsaq, görün düz başa düşmüşəm. Biz informasiyanı hara qoyduğumuzu da bilməliyik onda. 100%. Bilmirsiniz, açında. Biz izah edin. Necə bilim mən onu hara qoyuram? Və hansı yerlər var? Ümumiyyətlə, insan beyni yeni bir informasiyanı öyrənəndə ona bir ad qoymaq istəyir, məna yükləmək istəyir. Beyin əhəmiyyətsiz bir şeyi heç vaxt yadda saxlamır. Nəyin əhəmiyyətli, nəyin əhəmiyyətsiz olmasına isə o bilginin içindəki duyğu yükünə əsasən qərar verir. Çox razıyam. Yəni bizim üçün vacib olan insana qarşı duyğumuz olar, bizim üçün lazımlı əşyaya qarşı bir emosional bağımız olar, bizim üçün önəmli olan bir hadisəyə və xatirəyə qarşı duyğusal bağımız olar. Nə ki bizim yadımızda qalmır, deməli orada heç bir duyğu yoxdur. Məsələn, sizin başqaları üçün çox əhəmiyyətsiz və sadə görünən bir stəkan ola bilər ki, sizin ona elə bir emosional bağınız vardır, elə bir insan onu sizə hədiyyə eləmişdir, elə bir sizin üçün mənəvi dəyəri vardır ki, onun üstünə bir dənə çat düşsə, siz pis olarsınız, kövrələrsiniz. Halbuki sadə bir şeydir. Amma nəyə görə o sadə şey sizin üçün əhəmiyyətlidir? Çünki onunla aranızda emosional bir bağ var. İstənilən bilgi də öyrənilən zaman beyin baxır görək bu informasiyanın içində duyğu yükü nə qədərdir. Əgər orada duyğu varsa, informasiya yadda saxlanılır. Əgər duyğu yoxdursa, beyin deyir ki, bu lazımsız bir şeydir. Bunu mən müvəqqəti yaddaşda saxlayım. Bir müddətdən sonra unudum getsin. İnsan da təbii olaraq yaşadığı şeylərə, qarşılaşdığı insanlara, ümumiyyətlə hər rastlaşdığı şeyə məna vermək məcburiyyətini hiss edir. Bu səbəbdən də yeni gələn informasiya mütləqdir ki, beyində nə ilənsə bənzər bir şeylə assosiasiya olunsun. Beyin deyir sizə ki, informasiyanı hara qoyur. Beyin gələn informasiyaya baxır, analiz edir. Onu bazasında olan hansı məlumata oxşadırsa, onunla əlaqələndirib onun yanına qoyur. Və bilir ki, lazım olanda, vaxtı çatanda bunu oradan tapıb çıxartmaq lazımdır. Necə ki, siz evə bazarlıq eləyəndə baxırsınız, ət məhsullarını bir yerə qoyursunuz, süd məhsullarını bir yerə, meyvə tərəvəzi bir yerə və məsələn, köynəyi gedib tərəvəzlərin arasında axtarmırsınız ki, bilirsiniz ki, köynək qardırobda olar da, tərəvəz də qardırobun içində olmaz. Beyin də kateqorizə eləmək istəyir informasiyanı. Və ona görə də təzə gələn informasiyanı hökmən hara qoyacağımızı, nə ilə əlaqələndirəcəyimizi bilməliyik. Əzbərlənən şey ona görə yadda qalmır. Çünki əzbərin beyində heç bir mənası yoxdur. Oxuduqlarımızın bir çoxuna görə yadımızda qalmır. Çünki heç bir emosiya yoxdur orada, heç bir məna yoxdur. Mənasız bir şeyi beyin niyə yadda saxlasın ki? Burada qalmaq istəyirəm. Bu hissədə biraz qalmaq, o deyirəm, məlumatı biraz udmaq, həzm eləmək mənə elə gəlir ki, bura çox vacibdir. Çünki dediyiniz bu hissədə həm müəllimlər üçün, təhsil sisteminin özü üçün, həm valideynlər üçün, şagirdlər üçün çoxlu önəmli bir detallar var. Detallardan biri bundan ibarətdir ki, biz normalda şagirdlər olaraq məktəbdə öyrəndiyimiz məlumatı bəzən müəllimlərə sual verir ki, bu bizim nəyimizə lazımdır? O, vay o gündən ki, izah elə bilməsinlər nəyimizə lazımdır. Çünki o bizim avtomatik olaraq, beyin olaraq reject eləyirik, rədd eləyirik ki, biz qəbul eləmirik məlumatı. Mənə elə gəlir ki, bu müəllimlərin öz metodlarına tətbiq eləmələrində bir fayda var, yadda saxlamaq üçün önəmli bir məqamdır ki, yeni bir informasiya gələndə uşaqları ki, tanıyır müəllim, onların həyat təcrübələri ilə və yaxud əvvəl keçdiyi materialla uyğunlaşdırmaq məsələsi var. Bu kömək eləyər. Düz başa düşdüm mən sizə. Doğrudur. Eyni zamanda o məktəbdə müəllimlərin verdiyi təhsillə bağlı bir məsələ də var. Biz deyirik ki, insan əvvəlcə gəlin baxaq görək insan beyni necə öyrənir.
İnsan dünyanı 5 duyğu üzvü ilə qavrayır. Görməklə, eşitməklə, qoxlamaqla, dad bilməklə, toxunmaqla. Amma üçü ilə öyrənir. Görüntü ilə, səslə və kinestetik, yəni toxunuşla. Və bunların içində ən böyük pay görüntünün payına düşür. Lakin insanlar doğulduqları, böyüdükləri, məruz qaldıqları bilgiyə istinadən insanların həmin bu məlumatı qavrama kanallarında biri dominantlıq təşkil edə bilər. Məsələn, elə adam var ki, deyir, mən gördüyümü daha yaxşı yadda saxlayıram. Elə adam var, deyir ki, mən eşitdiyimi yaxşı yadda saxlayıram. Kimsə gərək mənə izah eləsin. Elə adam da var, deyir ki, mən praktika eləyəndə daha yaxşı yadımda qalır, yazanda daha yaxşı yadımda qalır. Əslində, bunların hamısı insan beyninin informasiyanı qəbul etmə kanalında üstünlük verdiyi yolu göstərir. Amma tək bundan iş bitmir. İnformasiyanın qəbul olunma kanalından savayı informasiyanın bir də çıxış kanalı var. Necə ki biz nəfəsi alırıq, içəridə proses gedir, oksigen, karbon balansı təmin olunur və sonra nəfəsi biz veririk. İnformasiyanı biz bir alırıq, bir də informasiyanı ötürürük. Bir var öyrənmə, bir də var öyrətmə. Adam ola bilər ki, öyrənmədə vizualdır, öyrətmədə audialdır. Yəni, onun informasiyanın giriş kanalı onun beynində daha yaxşı görüntü iləndir, çıxış kanalı səsləndir. İndi bu zaman nə baş verir? Deyək ki, sinifdə bir 20 nəfər adam var, şagird var. Bu 20 nəfər hamısı eyni cür olmur axı. Bunun içində audialı var, vizualı var, kinestetiki var və bunlar müxtəlif belə 20 nəfər müxtəlif kateqoriyalar üzrə belə bölünüb. Məsələn, 20 nəfərin 5-i audialdır, 15-i kinestetikdir, yerdə qalanı ya ki, ikisi, üçü vizualdır. Əgər o dərsi izah edən adam, o müəllim özü informasiyanı öyrədəndə vizual kanala üstünlük verirsə, sinifdə oturan vizual adamlar onu da yaxşı başa düşəcəklər. Audiallar və kinestetikləri isə o çatmayacaq. Və nəticədə axır sözü olacaq ki, məsələn, sinifdə 10 nəfər yaxşı oxuyur, 10 nəfər pis oxuyur. 10 nəfər yaxşı qavrayır, 10 nəfər yaxşı qavramır. Belə hallar bir çoxumuzun başına gəlib. İndinin özündə də, indi bizi izləyənlər də bunu mənim nə demək istədiyimi başa düşərlər. Fikir vermisinizmi heç? Məktəb vaxtı bizə deyək ki, coğrafiyanı tədris edən müəllim olurdu. O müəllimin bəzi uşaqlar onun dərsini yaxşı oxuyurdu, bəziləri oxumurdu. Sonra bir gün müəllim nəsə xəstələnir, gələ bilmir, onu başqa bir müəllim əvəz edir. Başqa müəllim gələndə əvvəlki yaxşı oxuyanların performansı düşür aşağı, əvvəl pis oxuyanların performansı qalxır yuxarı. Fənn eyni fəndidə nə oldu, nə dəyişdi? Elmdə problem yoxdur demək. Öyrətmədə problem var. Sadəcə olaraq həmin o müəllimlərin ola bilər ki, informasiyanı ötürmə kanalları fərqlidir deyə, kimin frekansı ondan tutdusa, kimin qavrama kanalı ondan üstünlük təşkil etsə, o yaxşı oxuyasıdır. Kiminki üstünlük təşkil eləmirsə, onu başa düşə bilməyəcək. Və ən böyük problem oradadır ki, belə hallar baş verəndə insanlar ümumi günahkarlıq çərçivəsi axtarırlar. Deyirlər ki, biz zəifik, biz öyrənə bilmirik, biz qavrama qabiliyyətimiz zəifdir. Halbuki belə deyil. Burada da biraz fasilə verib bu üzərindən bir dənə keçmək istəyirəm. Çünki bu dediyiniz o qədər önəmli bir şeydir. İndi fikirləşirəm, özümlə təhsilin içindəyim. Əvvəl öz müəllimlərimi düşünə bilirəm, öz siniflərimə getdim, gəldim siz danışdıqca. Baxırdım ki, siniflərdə bir-iki nəfər oxuyur, qalanını oxumur. Bu günahlandırma hissəsini çox yaxşı dediniz. Bu mənim ən belə yaralı yerlərimdən biridir. Bizdə elə bilirəm ki, öz üzərinə məsuliyyət götürmək hissəsi çox az inkişaf edib. Məsəl üçün bir problemlə rastlaşdığımız zaman bu situasiyada mənim üzərimə düşən nədir? Mən nəyi səhv elədim? Biz normalda fənnimizi biliriksə, məsələn mən ingilis dilindən çıxış eləyirəm. İngilis dilini bilirəmsə, belə bir yanlış inanca gedə bilərəm ki, mən ingilis dilini yaxşı öyrədə bilirəm. Amma mənim bu dediyiniz məlumatları bilməməyim gör nə qədər insanı kör eləməyimə səbəb olur. Bəli. Və geri qaydanda sinifimizdəki elə öz ailəmdən, öz yaxınlarımdan görürəm ki, bu insanların əqli qabiliyyətlərində heç bir problem yoxdur. Amma hamısı qalıb təhsilsiz, yarımçıq. Ona görə ki, hər tərəfli məlumatdan məhrum, sadəcə bir şeyə fokuslamış insanların əlinə düşüblər. Bəli.
Məsəl üçün biz pedaqoq deyirik ki, filan kəs pedaqoqdur, 50 illik dərs keçib. 50 il 100 minlərlə uşağın qarşısına keçmisən, 100 minlərin içindən bəlkə də 10 mini bir tərəfə çıxıb. Hı. Amma digər hər kəs yaralanır və burada mən də deyəsən o tələyə düşüb onları günahlandırmağa çalışıram. Sözümə də götürüm ki, sadəcə demək istəyirəm ki, məlumatsızlıq gör nələrə aparıb çıxarır, nə Əlbəttə qədər ki. insanı məhv eləyir, nə qədər şagirdi məhv eləyir. Siz bir sahədə bir insanın uzun illər işləməsi, staj müddətinin çox olması onun yaxşı mütəxəssis olduğu mənasına gəlmir. Adam ola bilər ki, illərlə də səhv şey eləyir. Yəni önəmli olan düzgün şey eləməkdir. Nəyin düzgün, nəyin yanlış olduğunu isə nəticə göstərir. Nəticə. Bunu Əlbəttə vurğulayaq. ki, nəticə göstərir. Baxmaq lazımdır ki, nəticə nədir? Yəni mən nə bilim filan yerdə təhsil almışam, mən nə qədər işləmişəm, mən neçə ilin müəllimiyəm, mən neçə ilin həkimiyəm. Nəticə nədir? Hı. Ortaya qoyduğun şey nədir? Nəticəyə baxmaq lazımdır. Hamı da belədir. Yəni təhsil sahəsində də bu çox önəmli bir məsələdir. Və təhsil elə bir şeydir ki, öyrənmə elə bir şeydir ki, birinci növbədə insanlara informasiya və elm öyrətməmişdən qabaq insanlara öyrənməyi öyrətmək lazımdır. Yemək bişirməmişdən qabaq adam yemək bişirməyi öyrənməlidir. Bir var ki, təhsilsiz insan, məsələn, təhsilsiz bir sürücü neyniyəcək? Çoxlu qəza törədəcək. Qəzalar eləyə, nə bilim, onun bunun maşınını vura, xətalar törədə, axırda əgər o elədiyindən nəticə çıxardan birisi, axırda deyəcək ki, hə, yəni bu mən niyə kimi səhv eləmişəm, düzgün olanı budur. Amma olmazmı ki, bir insan bunu öncədən öyrənsin, ondan sonra düzgün yol eləsin. Sözsüz ki, indi düzgün şeyi öyrənən adam da həyat boyunca səhv eləyəcək. Amma bir var ki, bir insan heç bir şey bilmədən nəyisə addım atsın. Bir də var ki, bilərəkdən addım atsın. Bir var ki, siz təsəvvür edin, yemək bişir, bir aşpazdır, yemək bişirməyi öyrənir. Öyrənəndən sonra praktik eləyir. Praktikasında indi səhv olur, düz olur. Zamanla o mükəmməlləşir zaten. Bir də var ki, adam heç bıçaq tuta bilmir. Sən bunun əlinə verirsən bıçağı, verirsən qazanı, verirsən tavanı, salırsan mətbəxə ki, yemək bişir. Gah yandırır, gah nə bilim onu eləyir, bunu eləyir. Yəni o mu daha yaxşıdır, yoxsa bu mu daha yaxşıdır? Təhsillə mi daha yaxşıdır? Təhsillə yaxşıdır. Amma təhsilin mayasındakı problem odur ki, təhsil öyrətməklə məhdud deyil. Mən o sürücünü, aşpazı boşuna demədim. Necə ki, onlar öncə öyrənirlər, sonra tətbiq eləyirlər. İnsan da öncə öyrənməyi öyrənməlidir. Ondan sonra öyrənməlidir. Elm öyrənməmişdən qabaq, elm öyrənməyi öyrənmək lazımdır. Biz insanlara öyrənməyi öyrədirik. Təkrar bir göz atdım bizim ətrafımıza, cəmiyyətimizə, özüm daxil hər kəsə göz atdım. Elə bilərəm ki, bizdə vərdiş budur, eləyib sonra. Məsəl üçün, ən başda başlayaq uşaq böyütmək məsələsindən. Brian Tracy-ni hamı tanıyır, o çox xoşuma gəlirdi, yaşlı bir kişidir, dünyaca məşhurdur. Deyir ki, bəs biz, məsəl üçün, uşaq dünyaya gətirməmişdən əvvəl biz çoxlu kitablar oxuduq, öyrəndik ki, bunun yolları nədir? Biz dünyaya gətirib sonra başına vura, heç özümüzün də əsəbimiz xarab olur, uşağın da əsəbi xarab olur. Nəhayət uşaq bitər, böyüyür, sonra deyir uşaq böyütmüşük. Yəni olsa balaca qalmayacaq da, böyüyəcək bir formada. Sonra təhsilə gəlir, təhsildə eyni prinsip. Sonra hər hansı bir yeni sistemi başqa bir ölkədən gətirib ölkəyə tətbiq eləməyə gəlir, eyni prinsip. Tətbiq eləyib sonra baxırıq işə yarayır yoxsa yox. Bu böyük bir problemdir mənə elə gəlir. Yaddaşa qayıtmaq istəyirəm. Əlavə qeydiniz yoxsa burada? Yox, bir də onu deyəcəkdim ki, yəni bir şeyin də zamanında doğru olması o demək deyil bu həmişə doğrudur. Elə şeylər var ki, onlar zamana görə dəyişirlər. Yəni 100 il qabaq doğru olan bir şey bu gün doğru olmaya bilər. 50 il əvvəlki təhsil sistemi ola bilər ki, həmin dövr üçün ən mükəmməli idi. Amma bu o demək deyil ki, bu indi də belə olmalıdır, belə davam etməlidir, belə qalmalıdır. Bu hər bir şey zamana, məkana və miqdara görə dəyişir. Baxmaq lazımdır. Hər zaman nəticəni ölçmək lazımdır. 50 il qabaqki sistem bu gün də fayda verirsə, deməli yaxşıdır. Ona dəyməyə ehtiyac yoxdur. Fayda vermirsə, deməli bunu dəyişmək lazımdır da. Aydındır. Yaddaşa qayıtmaq istəyirəm, çünki 1-2 sualım qalıb həmin hissədə. Buyurun. Yaddaşa
təsir edən bioloji və psixoloji faktorlar ola bilər? Ola bilər. Çünki insan həm bioloji, həm psixoloji, həm də sosial bir varlıqdır. Mənim hər zaman işlətdiyim bir metafor var. Mən deyirəm ki, beyninizi bir maşın kimi düşünün, bir yarış avtomobili, Formula 1 avtomobili deyə bilərik. Çox güclü motor var, ideal vəziyyətdədir, sürəti falan hər şey qaydasındadır. Bu maşından faydalanmaq üçün 3 şeyə ehtiyacınız var. Yəni keyfiyyətli bir sürüş performansı istəyirsinizsə 3 şeyə ehtiyacınız var. Bir, maşınınız yaxşı qaydasında olmalıdır. Bu bizim beynimizdir öyrənmədə. 2, maşına keyfiyyətli yanacaq vurmaq lazımdır. Beyin mövzusunda bu bizim aldığımız qidadır. 3, sürmə bacarıqlarımız yaxşı olmalıdır. Bu da bizim öyrənmə bacarıqlarımızdır, öyrənmə strategiyalarımızdır. Bunun üçü də qaydasında olmalıdır ki, nəticə yaxşı olsun. Mən indi mövzudan kənar bir nümunə verəcəm sizə. Ümumiyyətlə psixologiyada da, sistem nəzəriyyəsində də belə bir şey var. Həyatda elə şeylər var ki, onlar cəm təsiri yaradırlar. Yəni toplam təsiri yaradırlar. Məsələn, çay axır. Çayın yan qolları olur. Yandan, küncdən bucaqdan müəyyən su hövzələrindən axan sular arxlar şəklində gəlir, bu çaya qovuşur və çayın axınını sürətləndirir və yatağını genişləndirir. O qollar olmasa çay qurumur. Çay yenə də axır. Sadəcə yatağı daralır, sürəti azalır. Çayın qolları çayı dəstəkləyir, yəni çayın sürətini artırır və yatağını, su miqdarını genişləndirir. Elə şey də var ki, orada toplama təsiri yox, vurma təsiri yaradır. Vurma təsiri nə demək? Bu riyaziyyatdan bir nümunə şəklində deyirəm. Məsələn, vuruq, hasil, toplanan cəm. Toplananlardan biri azalanda nə olur? Toplananlardan birini sıfırlasanız, Nəticə azalır. cəm azalır, sıfırlanmır. Amma vuruqlardan biri sıfırlansa, hasil, nəticə sıfır olur. Təhsil belə bir sistemdir. Təhsil vuruq təsir yaradan bir sistemdir. Təhsilin 3 komponenti var. Müəllim, tələbə və təlim materialı, yəni dərslik. Bunlardan biri pis olarsa, nəticə zəifləməz. Nəticə pis olar. Deyək ki, sizin əlinizdə dünyanın ən yaxşı təlim strategiyası var, təhsil strategiyası var, təlim metodikası var. Sizin tələbələriniz idealdır, çox yaxşı öyrənmə bacarıqları və həvəsləri var, amma siz bu təlimi düzgün tədris eləyə bilmirsiniz. Sizin nəticəniz sıfır olacaq. İndi bunların yerini dəyişək. Siz çox yaxşı müəllimsiniz, təlim materialları idealdır, tələbəmiz oxumur. Həvəsi yoxdur, istəmir. Orada heç bir nəticə olmayacaq. Və yaxud tələbə çox yaxşı istəyir, oxusun, siz çox yaxşı müəllimsiniz, amma əlinizdə olan təlim mündəricatı bərbad vəziyyətdədir. Orada yenə də yaxşı təhsildən söhbət gedə bilməz. Ona görə də o beyin də, qida da və öyrənmə bacarıqları üçü də yerində tam olmalıdır. Həm insan bioloji sağlam olmalıdır, həm ruhi cəhətdən sağlam olmalıdır, həm də düzgün öyrənmə bacarıqlarına sahib olmalıdır ki, yaddaş güclü olsun. Düzdür, bunlardan birini azaldıb artıranda müəyyən dərəcədə cüzi fərq eləyir. Məsələn, deyək ki, yaddaş texnikalarını mən öyrədirəm. Yaddaş texnikalarının verdiyi effekti dünyada heç bir dərman, heç bir vitamin heç vaxt verə bilməz. Yəni, dünyanın ən yaxşı, ən güclü vitaminini gətirin ki, bu yaddaşa müsbət təsir göstərir, verin bir adama. Yəni, sağlam və bütün bədənindəki, belə deyək də, vitamin, mineral balansı qaydasında, demirəm, 100% əla belə takviyə almış, qida əlavəsi almış. Normal bir adam olsun, texnika istifadə eləsin. Onun elədiyi nəticəni o vitamin alan eləyənməyəcək. Aydındır. Yəni, qida önəmlidir. Yuxu vacibdir, şərtdir. Çünki siz təsəvvür edin ki, beyində yaddaş necə formalaşır? Neyronlar arasındakı əlaqənin qurulması ilə. Əgər insan özünü pis hiss eləyirsə, yəni stres kortizolu yüksəkdirsə, stres altındadırsa,
o neyronlar arasında bir bağlantı qurula bilməyəcək. O adamda bədənində vitamin, mineral çatışmazlığı varsa, beyin öz funksiyasını düzgün yerinə yetirə bilməyəcək. Bu səbəbdən də öyrənmə həyata keçə bilməyəcək, nə qədər texnika bilsə də. Ona görə də çalışmaq lazımdır ki, bunların hamısı tam yerində, qaydasında olsun. Bunun üzərinə yuxu ilə bağlı bir sual vermək istəyirəm. Bəs həqiqətlər klişeyə döndükdən sonra insanlar onu ciddi almamağa başlayırlar. Yuxu da elə bilirəm onlardan biridir. Məsəl üçün kiməsə hansısa bir stres yaşayırsa, bir şey olursa, yaxşı yat deyirsən, belə gülür keçir də, yəni mən də onu bilirəm deyir keçir, amma tətbiq eləmir. Yuxu ilə bağlı bu sual vermək istəyirəm. Çoxlu mübahisələr gedir. Məsəl üçün neçə saat yatmağının önəmi yoxdur. Gecə məsəl üçün imtahanlardan əvvəl 3-4 saat oturub yaxşı öyrənirəm, gedib imtahandan keçirəm və s. var. Bir saat neçə aralığa, hansı aralı normal yatmalıyıq? Ümumiyyətlə yuxu qidadan öndə gəlir. Çox vacib bir şeydir. Razıyam burada. Yəni həqiqətən də araşdırmalar da bunu sübut eləyir ki, insan ac susuz bir həftəyə qədər yaşaya bilir, dayana bilir. Amma bir həftə bir adam yuxusuz qala bilməz. 3 gündən sonra başlayacaq halüsinasiyalar görməyə və artıq psixi pozuntular yaşamağa. Ona görə də yuxu şərtdir. Çünki beyin və bədən özünü yuxuda bərpa eləyir. Yuxuda bərpa eləməyinin də bir səbəbi odur ki, insan bədənində gecə saat 23-dən səhər saat 3-ə 4-ə kimi melatonin hormonu ifraz olunur. Bu hüceyrələrin özünü bərpa eləmə, yuxu hormonudur da, yəni insan bədəninin özünü bərpa eləməsi, beyin hüceyrələrinin özünü bərpa eləməsi cəhətdən zəruridir, şərtdir. Əlavə olaraq da ki, gün ərzində bizim beynimizin topladığı informasiyalar şuur altında bir, belə deyək, müvəqqəti yaddaşda, depoda saxlanılır. Gecə yuxusu zamanı beyin başlayır onları təmizləməyə, lazım olanı saxlamağa, lazım olmayanları isə silməyə. Bu yuxu prosesi zamanı baş verir. Yəni təsəvvür eləyin ki, bütün hər şey sizin beynimizə yüklənib. 2 gündür yatmırsınız. 2 gündür yatmayanda o adam özünü necə hiss edir? Beynini yüklənmiş hiss edir. Nəyə görə? Çünki beyinə toplanmış informasiyalarda nə varsa hamısı keş məlumatlar ləvi toplanıb. Doğru, telefonda keş yığılır, onu təmizləyəndə sürəti bərpa olunur. Beyin də o cür. Yuxu prosesi zamanı baş verən şey budur. Ondan savayı da ki, yenə dedik, insan həm bioloji varlıqdır, həm də psixolojik bir varlıqdır. Yuxuya mütləq şəkildə fikir verməlidir. Bir də hər bir canlının yaradılış səbəbi var da, yəni hər bir canlının özünün biolojik bir həyat ritmi var. Məsələn, yarasalar gündüz yatırlar, gecə yaşayırlar, gecələr çıxırlar. Bayquşlar da həmçinin. Amma İnsan yaradılış baxımından, insan biologiyası deyir ki, insan gecə yatan, gündüz yaşayan canlıdır. Sən bu biolojik ritmi niyə pozmağa çalışırsan ki? Yəni insandan başqa onsuz da heç bir canlı, heç bir varlıq, heç bir həşərat, heç bir bitki, heç bir heyvan bu hərəkət eləmir. Onlar öz təbiətləri onlara nə buyurubsa, onu eləyirlər. Amma insan nə edir? İnsan zərərli qidalanır da, insan yuxusunu pozur da, insan lazımsız şeyləri öz zamanını ayırır da, insan həzz üçün lazım olmayan şeyləri, ehtiyacı olmayan şeyləri eləyir də. Heç bir canlı bunu eləmir insandan başqa. Burada müasir dövr kontekstində xüsusilə baxmaq istəyirəm beyin məsələsinə. Hazır buradakən. Bəzən deyirlər ki, beyin müasir stresə biz çox müzakirə eləyirik müəllimlərlə. Mən o qəti əleyhiləyəm ki, uşaqların kiçik yaşlarına xüsusilə bu çoxlu imtahanlara cəlb olunub, onların stressə salınmasını qəti əleyhiləyəm. İndiyə qədər olan fikrim budur. Olmamalıdır. Bir onu götürsək, bir də plus indi sosial medianı götürsək, davamlı reel izləmələri, sosial mediada olmağı, belə bir iddia var ki, beynimiz bunlara adaptasiya olunur. Mənim iddiam odur ki, beynimiz buna adaptasiya olunmur, öz funksiyasını itirməyə başlayır. Bu buna pis təsir edir. Söhbət stressdən gedir. Bu kiçik yaşlarından təzyiqlə, müqayisə ilə imtahanlara uşaqların belə göndərilməsi daxil, həmçinin davamlı bu reel izləmək, qısa müddətli dopamin almaq və belə görürəm ki, dünyaca ekspertlər də bunu dəstəkləyirlər ki, beyni çürüdür, beyin funksiyalarını
Biz təsir edir. Siz nə düşünürsünüz? Kimdir burada haqqı Müşən bəy? Deyin gəlsin. Bilirsiniz, insan və digər canlılar yaşadıkları mühitə adaptasiya olmağa meyillidirlər. Canlı olduğu mühitə adaptasiya olmalıdır, yoxsa həyatda qala bilməz. Olduğu mühitin şərtlərinə uyum sağlamalıdır. İnsan da hansı şərtlər altında böyüyürsə, hansı şərtlər altında yaşayırsa, təbii olaraq ona adaptasiya olur. Sosial media məsəl üçün insan həyatına girib. İndi elə uşaqlar, biz sonradan görmüşük sosial medianı. Bizim uşaqlığımızda yox idi. İndi iki uşaqlar amma gözünü açandan bəri onu görürlər. Onlar onunla beyinləri formalaşır. Məsələn, bizdən öncəki nəslin nümayəndələrinə, deyək ki, yaşlı insanlara gedib adi bir smartfonla zəng eləməyi başa salanda onlar nə qədər çətinlik çəkirlər. Çünki o gözünü açandan onu görməyib axı. Amma biz hardasa ona nisbətən daha tez buna adaptasiya olmuşuq. Bizim uşaqlarımız daha da yaxşı adaptasiya olurlar gözünü açandan, çünki onu görürlər. Nəticə etibarilə indiki dövrdə bu sosial medianın, süni intellektin insan həyatını son dərəcə asanlaşdırması, o insanların özlərinin təhlil, analiz qabiliyyətlərinin və araşdırma bacarıqlarının passivləməyinə gətirib çıxarır. Və bir müddətdən sonra əgər iş belə gedərsə, insanlarda bu bacarıq tamamilə belə seyrəlməyə başlayacaq. Və adicə bir şey deyim sizə, ağıl dişi olur da insanlarda müəyyən 20 yaşından sonra yetkinlik yaşına çatanda. O ağıl dişini çıxardırlar. O ağıl dişini niyə görə çıxardırlar? O ağıl dişi lazımsız deyil. Nə zamansa insanın keçmiş dövrlərdəki ta ulu əcdadları, onların yediyi qidalar, onların qidalanma forması o dişlərin varlığını tələb edirdi. Sonra insanların qida rasionu, həyat şərtləri, həyat standartları dəyişdiyi üçün illər, uzun illər keçdikcə insanın bədənində avtomatik olaraq buna ehtiyac qalmadı. Və nəticədə bunlar öz funksiyasını itirdi. Funksiyasını itirdiyinə görə bugünkü gündə o diş adama çıxır, amma heç bir şeyə yaramır, əksinə adama problem yaradır. Ona görə də nə edir? Həkimlər o dişi çəkib atırlar. İnsanın da təbii olaraq bir araşdırma, maraq, təhlil etmə, analiz etmə, sintez etmə kimi bir xüsusiyyəti və bacarığı var. Bu boşuna yaranmıyor. Bu ehtiyacdan yaranır. İnsanın maraq duyğusu boşuna deyil. Biz deyirik ki, heyvandan fərqlidir insan. Heyvanda bu qədər insandakı qədər maraq duyğusu yoxdur. Çünki heyvanın həyatda qala bilməsi üçün lazım olan bütün funksiyalar onun biologiyasında zaten var. İnsan elə deyil axı. İnsan 10 il qabaqki insanla indiki 10 il sonraki insan, bugünün insanının həyat standartları dəyişir. Nəticədə tələbatlar dəyişir. Nəticədə həyatda qalma strategiyalar dəyişir. Deməli, nə olmalıdır? Davamlı insan yeni bir şey öyrənməlidir. Öyrənmək üçün nə lazımdır? Maraq duyğusu lazımdır. Marağı olmayan bir insan heç nəyi öyrənə bilməz. Yəni, hər şey bir zəruri bir ehtiyacdan yaranır. Analizdə, sintezdə, təhlil etmə bacarıqlarda, məntiq yürütmə bacarıqlarda insanda boşuna yaranmayıb. O canlının həyatda qala bilməsi üçün yaranıb. Amma zamanla əgər bunlara ehtiyac qalmırsa, təbii olaraq insanın da o funksiyalar itə bilər. Geniş, ətraflı cavab verdiniz. Əslində mənim sualıma bir hissəsinə cavab verdiniz, digər hissəsində o sualın məntiqi davamına davam etdiniz. Amma yanlış anlaşılma olmasın deyə mən buna bir aydınlıq gətirmək istəyirəm. Evet. Biz onsuz da adaptasiya oluruq. Biz öyrənirik. Belə deyim, mən əvvəl bundan istifadə edə bilmirdim qələmdən, mən bu qələmdən indi istifadə edə bilirəm. Bu bir adaptasiya, öyrənmə bacarığı deyim. Mən burada narahat eləyən hissə, mənə gəlir bu adaptasiya kəlməsi çox təhlükəli bir kəlmədir burada. Biz onsuz da adaptasiya oluruq, belə baxana tamamilə adaptasiya ola bilmirik. Bu sosial media hissəsinə gələr, yəni uşaqların beyninin nəqinə qoyduğunu görə bilirik. Bu özü sübutdur ki, bu uşaqlar buna adaptasiya oluna bilmir. Sağlam bir şəkildə davam edə bilmir. Təbii ki, onu istifadə edə bilir. Bunda problem yoxdur. İstifadə edə bilir, ondan tamamilə məhrum edə bilmərik. Amma beyin öz funksionallığını itirir və beyin bütün tənqidi təfəkkürdən, hər şeydən məhrum olmağa başlayır. Bəli. Sadə bir dənə nümunə deyim, bizə bir neçə gün əvvəl belə bir mesaj gəlib Müşən bəy. Edmab təhsil platformasında mənim yoldaşımdır.
Orada vakansiyalar, elanlar paylaşır və pulla olanların qarşısında maaşlı yazıb. Pulsuz olanlar, yəni pulsuz, yəni qeyd olunur. Xanımlardan biri belə bir mesaj yazıblar. Deyir ki, bunun qarşısında maaşlı yazıbsa bu maaşlı olması deməkdir. Hı. Deyən cümləyi hiss edirsiniz. Yəni qarşıda maaşlı yazıbsa maaşlı deməkdir. Bu dərəcədə məhv olub beyin. Yəni o məntiqli fikirləşə bilmir. Belə baxırsan ki, gözəl, qəşəng, normal belə qəşəng xanım, xatındır. Normalda bizdə deyirlər, nə olub filan kəsin şanı qəşəngdir, böyüyüb, əli qolu yerində, beyin yoxdur. Ya belə halla mən də qarşılaşıram. Yəni bəzən sual verirlər ki, məsələn, təlimdə hansı mövzular öyrədilir? Yazmışam ki, bu burada var da, yəni yazılı bir şeyi yenidən soruşurlar insandan. Bizim bir müəllimimiz var. O həmişə deyir ki, birinci oxumağı öyrənin. Yekə adamlar hamımız təhsilli falan, amma hamıya deyir ki, birinci oxumağı öyrənin. Həqiqətən də elədir. Mən elə şeylərə həssas yanaşıram. Məsələn, mən bir şey alacamsa, ya nə ilənsə maraqlanıramsa, bir sosial mediada bir şirkətin, bir restoranın, bir mərkəzin səhifəsinə girib baxıram. Birinci növbədə görürəm burada detallar yazılıbmı? Yazılıbsa o sualı vermirim. Şeydə də görmüş olarsınız, sosial mediada biz bunu çox görürük. Məsələn, bir şey paylaşılır, altına açıqlama verilir. İnsanlar açıqlamanı oxumurlar. Məsələn, nəsə satır. Bu mikrofonu satır. Mikrofonu da açıqlama hissəsinə detallar yazıb, nədir, nə deyil, qiyməti nədir falan. Görsən ki, girib hamı oraya yazıb ki, neçəyədir, harda satılır. Oxumur açıqlamanı. Yazılıb da orada neçəyədir, harda satılır. Birinci bunu oxudu. Əziyyət çəkmək istəmirik. Biraz enerji vermək istəyir. Belə olaraq mən bilirəm ki, beynimiz ümumiyyətlə tənbəl bir orqandır. Ki, hər şeyi asanlaşdırmaq istəyir. Hər şeyi rahatlaşdırmaq istəyir. Amma istifadə eləmədikcə də bu gedir axı. Bilirsiniz, gözəl bir söz var, deyir ki, tarixdə həmişə çətin dövrlər güclü insanlar yaradır. Güclü insanlar asan dövrlər yaradır. Asan dövrlər zəif insanlar yetişdirir. Zəif insanlar çətin dövrlər yaradır. Yenidən o çətin dövrlər güclü insanlar yetişdirir və bu belə dövr eləyir. Bu dediyimiz sikl. İndi insan beyni həqiqətən tənbəldir və bu tənbəllik hər şeyi asanlaşdırmaq üçün çox kreativ ideyalar ortaya qoya bilir. Bütün bu hər şey, bu olsun, bu kameralar olsun, biz bu çəkən kameralardır, sonra bu mikrofonlardır, bu telefonlar. Bunlar hamısı insan həyatının asanlaşdırması üçün insanın kreativ, yəni yaradıcı düşüncəsinin məhsuludur. İnsan yaradıb bunu, insan beyni yaradıb. İnsan həyatını asanlaşdırmaq üçün bir şeylər yaradır. Sonra bu yaratdığı asanlaşdırıcı şeylər onun həyatını çətinləşdirir. Sonra o çətinləşdirdiyi şeydən qurtulmaq üçün yeni asanlaşdırıcı texnikalar yaradır. Bu da həyatın bir təbii döngüsüdür. Mən elə ki, biz özümüzü bilsək, bu problemlərlə çox rastlaşmarıq. O kimlə müzakirə edirdim. Deyim ki, biz özümüzü tanımırıq. Məsəl üçün, orqanlarımızı bilmirik. Kifayət qədər. Bilmirik ki, bizim içimizdə nə var. Bilmirik ki, bizim başımızın içində nə gəzdirir. Bu çox az adama maraqlıdır. Açığını desəm, son bir neçə ilə qədər mənim də ağlıma gəlməmişdi. İndi tənqid eləməyə başlayıram ki, bəs mən bu bədənin içində yaşayıram. Bir baxım görüm bu içində nə var, hansı nə funksiya daşıyır. Bunu bir sağlam bir şəkildə saxlamaq və s. məsələləri. Mişan bəy, siz fotoqrafik yaddaş texnikaları təlimi keçirsiniz. Evet. Nədir fotoqrafik yaddaş? Bizə bundan. Fotoqrafik yaddaş texnikaları insanın öyrənmək istədiyi hər cür informasiyanı, istənilən, yəni istisnasız hər şeyi, yəni rəqəmdir, tarixdir, koddur, adamların adları və üzləridir. Yəni ağlınıza gələ biləcək hər şeyi oxuyaraq, yazaraq görərək aldığımız bütün informasiyanın beynin işləmə funksiyalarına əsasən uzun müddətli, tez, asan və qalıcı yadda saxlanmasını öyrədən metodlardır. Yəni biz o təlimdə insan beyninin təbii işləmə funksiyalarını izah edirik. Sağ və sol beyin necə işləyir, o ikisini eyni anda necə işlətmək olar və beləliklə yaddaş necə güclənə bilər. Biz bunları öyrədirik. Yaddaş texnikaları, yəni mənim keçdiyim fotoqrafik yaddaş texnikaları öyrənməyi öyrənmək təlimidir. Biz orada qısaca öyrənməyi öyrədik. Elanlarınızı görmüşdüm, amma heç birinə qaçıla bilmədim. Orada da yazmışdınız ki, bəs bax, qeydiyyatdan keçirib gəlməzsə adımızı qeyd eləyəcək. Canımın qoxusundan qeydiyyatdan da keçmədim ki, birdən gələn dəfə gedə bilmərəm. Nə vaxt növbəti təliminiz Allah qoysa?
Bizdə hər ay təlim olur, hər ayın sonu. Bu ayın sonunda olmalıdır, may ayının sonunda. Ondan savayı bizim seminarlarımız da olur. YouTube'da da bununla bağlı videolar da var. İndi bu da zaten yaddaşla bağlı bir effektdir. İnsanlara ümid edirəm ki, faydalanarlar bundan. Biz bununla bağlı məlumatları Instagram səhifəsində, sosial media hesablarımızda paylaşırıq. Hı hı. Bu ayda olacaq. Hər zaman gözləyirik. Hər zaman siz və bizi izləyən hər kəs gəlib iştirak edə bilər. Teşekkür ederim Mirşan Bey. Çok sağ olun geldiğinize göre. Mən təşəkkür edirəm. Sorularınızı cevaplandırdığınıza göre. Teşekkür ederim bizi izlediğinize göre. Bu videonun ərsəyə gəlməsində bizə göstərdiyi dəstəyə görə Dəstəkçi İcma Mərkəzinə xüsusilə təşəkkür edirəm. Beləliklə növbəti bir epizodun sonuna gəldik və beynimizi öyrənmək, yaddaş texnikalarını bilmək, beynimizin necə işlədiyini bilmək özümüzün, ətrafımızın və həmçinin övladlarımızın işini, həyatını daha da asanlaşdıracaq. Özünüzə yaxşı baxın, beyninizdə müğayət olun. Hələlik.